Aradan əməkdaşlıq istiqamətlərini daha dəqiq araşdıraq və lazımi nəticələr əldə edək. Bizim münasibətlərimizin böyük və perspektivli gələcəyi ola bilər. Nəzərə alaq ki, Sovet dövründə onların bir qismi Bakıda təhsil alıb, Bakıda evlənib və Bakıda doğulublar. Mən Azərbaycanı birinci vətənim sayıram. Mən Azərbaycanda təhsil almışam və bu ölkəni çox sevirəm. Həmişə düşünürəm, görəsən qız qalası olduğu kimi dururmu? Çox istəyirəm ki, yenidən Azərbaycana gedim. Kuba ilə tanışlığımız mərkəzdən uzaqlarda davam etdi. Yollar bizi əyalətə aparırdı. Biz hazırda Kubanın Matanzas əyalətinə yola düşürük. Biz orada məşhur Varadero şəhərində çəkilişlər aparacağıq. Yolüstü əyləncə dolu kiçik bir məkanda Kubanın məşhur ananas şirəsinin hazırlanma prosesini müşahidə etdik. İndi dadaq görək dadı necədir. Matanzas Kubanın əyalət şəhərlərindən biridir və okeanın sahilində yerləşir. Kubanın milli bayrağı ilk dəfə məhz Matanzasda dalğalanıb. 1850-ci ildə bir qrup Kubalı İspan müstəmləkə hakimiyyətinə qarşı mübarizəyə qalxdığı dövrdə Matanzasın Kardenas şəhərində ilk dəfə Kubanın milli bayrağı ucaldılıb. Qalstukları ilə bizi keçmişimizə və xüsusilə uşaqlığımıza qaytaran məktəblilərlə də məhz Matanzasda görüşdük. Biz məktəbə gələndə mütləq qalstuk taxırıq. Bu bizim bayrağımızın rəmzidir və onun qırmızı rəngdə olması bayrağımızdakı rənglə bağlıdır. Qalstuk taxmaq çox xoşuma gəlir. Bu həm də bir qaydadır və biz də onu əməl edirik. Bugün rəqs dərslərimiz olduğundan göy qalstuk taxanlar da var. Göy qalstuku yalnız rəqs paltarları geyinəndə taxırıq. Kubanın təhsil sistemi haqqında onu demək lazımdır ki, burada təhsil çox yüksək səviyyədədir və pulsuzdur. Məktəblilər 12 il oxuyurlar. Ali təhsilə gəldikdə isə ölkədə ümumilikdə 50 ali təhsil mərkəzi var. Məktəbdə yaxşı oxuyuruq və bizə elə gəlir ki, təhsilimiz pis deyil. Mən özüm həmişə əla qiymətlərlə oxumağa çalışıram. Sizin ölkənin məktəbləri ilə tanış olmaq istəyərdim. Matanzasın lap yaxınlığında Varadero yerləşir. Varadero başqa bir aləmdir. Kubalılar Varaderodan danışanda dünyanın ən gözəl çimərliyi buradadır deyirlər. Ola bilər hər halda müqayisə etmə imkanı olanlar bu fərqi görə bilərlər. Kubaya səfərimiz yazın əvvəllərinə düşmüşdü. Bəlkə də havanın mülayimliyindən çox bu gözəllik insanları cəlb etmişdi ki, sahildə belə qələbəli idi. Atlantik okeanın sahilində yerləşən Varadero şəhəri Kubanın turizm mərkəzidir. Kubaya ildə orta hesabla təxminən
2 milyon turist gəlir. Onların 80%-i məhz Varaderada istirahət etməyə üstünlük verir. Varadera kurort şəhəridir və ölkəyə kifayət qədər gəlir gətirir. Varaderanın əhalisi 20 mindir və burada 30 kilometrlik sahil zolağının olması da başqa bir gözəllik yaradır. Bu əsrarəngiz məkandan turistlərin əli boş qayıtmaması üçün bütün imkanlardan istifadə olunub. Qiymətlər də ki, elə də baha deyil. Dünyanın işin bilmək olmaz. Bəlkə sizin də bizim kimi Kubanın cənnət məkanı olan Varaderaya yolunuz düşər və əzizlərinizə müxtəlif hədiyyələr almaq istəyirsiniz. Bəzi hədiyyələrin qiymətlərini mən sizə çatdırmaq istəyirdim. Tutaq ki, belə bir hədiyyə almaq istəsəniz, bunun birin 1 pesoya ala bilərsiniz. 1 peso təxminən bizim 1 manata yaxındır. Başqa bir hədiyyənin, belə bir hədiyyəni isə 5 pesoya əldə edə bilərsiniz. Yeri gəlmişkən, Varadera şəhəri Kubanın Amerika Birləşmiş Ştatlarına ən yaxın ərazisidir. Başqa bir maraqlı fakt budur ki, artıq neçə illərdir ki, bu turizm şəhərində neft yataqları tapılıb. Amma Kuba hökuməti ondan istifadə edib etməməkdə hələ ki qərarsızdır. Ola bilər ki, Varadera neftdənsə turizmdən daha çox mənfəət əldə edə bilər. Nə qədər ki, bu hesablama aparılmayıb və hər hansı qərar verilməyib, hökumətin seçim qarşısında qalması davam edir. Varaderaya və ümumiyyətlə Kubaya yolunuz düşsə, özünüzlə dollar yox, avro aparmağınız məsləhətdir. Ona görə ki, dolları pesoya dəyişərkən sizə 100 dollar əvəzinə 80 dollara bərabər peso verəcəklər. Yəni sizi dolayısıyla deyil, birbaşa 20 dollar cərimə edəcəklər. Bu, Kubalıların Amerikaya və onun pul vahidini istifadə edənlərə etirazıdır. Çox qəribədir ki, musiqiçiləri, şahmatçıları, siyasi xadimləri ilə dünyada tanınan Kubanı görmək, iqtisadi blokadanın bu ölkə üçün yaratdığı çətinliklərə yaxından tamaşa etmək, ümumiyyətlə heç bir şey insanın yaddaşındakı ən böyük fikri dəyişdirməyə qadir deyil. Ömrümdə belə bir gözəllik görməmişəm.